Salam dəyərli izləyicilər, mən Aytən Salami. Astrologiyanı öyrənirəm və Astrolove kitablarının müəllifi, təlimçi astroloq. Hal-hazırda Merkuri Retrosu adlı verilişi izləyirsiniz. Bu verilişdə biz keçmişə doğru bir səyahət edirik. Yaşanmış hadisələr, yarım qalmış duyğular. Çünki astrologiyada Merkuri Retrosu keçmişə səyahət etmək və tamamlanmamış duyğuları tamamlamaq deməkdir. Onu da qeyd edim ki, hər efirimizdə dəvət etdiyimiz qonaqların doğum xəritələrini analiz edərək onların yaşadığı hadisələri, keçirdiyi duyğuları və həyatlarında dönüş nöqtələrini astroloji prizma əsasında analiz edəcəyik. İndi isə bugün birlikdə bir həyatın Merkur Retrosuna çıxırıq. İzləyicilərimizin diqqətinə çatdırmaq istəyirəm ki, efirimizə dəvət olunan qonaqlarının razılığı ilə onların doğum xəritələrini analiz edib bugünkü suallarımızı tərtib etmişəm. İndi isə sizə ilk qonağımı təqdim etmək istəyirəm. Yüksələn bürcü Oğlaq. Kənardan soyuqqanlı, məsafəli görüntüsü. Günəş bürcü Dolça. Əslində daxilində azadlıq istəyi olan şən bir insan. Ay bürcü Əqrəb. Çox güclü hisslərə sahib olan, sevdikdə tam sevən və hisslərini gizli yaşamağa üstünlük verən Nübar Əbil əslində kimdir? Əslində hər kəsin tanıdığı profil ilə Nübar Əbil teleaparıcıdır, amma ailəsinin bircə qızı, dostlarının, rəfiqələrinin, yaxınlarının biraz ərköyün, biraz kaprizli, əzizi deyim, doğması deyim, indi kim hara qoyursa o profildə, o yerdə, amma qısaca olaraq teleaparıcı. Nübar xanım, əslində Günəş bürcünüz Dolçadır. Bəli. Sizə yaxın olan insanlar sizin necə pozitiv, necə sosial biri olduğunuzu tanıyırlar. Ancaq yüksələn bürcünüz Oğlaq olduğu üçün əslində kənardan baxıldığınız zaman daha məsafəli və daha soyuqqanlı görünürsünüz. Eyni zamanda daxilinizdə gedən bir mübarizə, güclü görünmək mübarizəsi var. Sizcə bu mübarizənin səbəbi sizin uşaqlığınızla bağlantılı ola bilərmi? Əslində o qədər təqdimatda incə detallar var ki və mən sizin o təqdimatı dinləyərkən o deyirlər nöqtə atışı, həmin nöqtə atışını sezdim və bu doğrudan da ilk başda məni çox duyğulandırdı. Elədir, məni ilk dəfə tanıyan, ilk dəfə ünsiyyətdə olmadan belə görüb fikir bildirən insanların böyük qismi, əksəriyyəti soyuq, necə özündən razı, necə belə deyir ya lovğa, təkəbbürlü, elə göründüyümü deyirlər, amma daha sonra ünsiyyətdən sonra bu qız heç də elə deyilmiş fikri formalaşır. Mən əvvəllər buna görə çox məyus olurdum. Davamlı sübut etməyə çalışırdım ki, elə deyil. Amma bəlli bir yaşdan, bəlli bir hadisələrdən sonra fikirləşdim ki, sevən insan o könül gözü ilə, qəlb gözü ilə görə bilir və əslində ən önəmli detal da odur. Qaldı ki, o soyuqluğa, o xüsusilə güclü görünmək istəyinə elədir. Əvvəllər yenə deyirəm, bunun fərqinə varmırdım. Amma deyirlər, insan 30-dan sonra bir başqa mərhələyə keçir. Məndə o 33-dən sonra baş verdi və fərqinə vardım ki, həqiqətən də mən kənardan davamlı bir qalxanla gəzirəm. Mən güclüyəm qalxanı, mən bacarmışam, mən bunun da öhdəsindən tək gələrəm qalxanı. Bəli, bu uşaqlıqdan gələn əslində travma deyə bilərəm buna. Bəlkə də xüsusiyyətdir, onu da deyə bilərəm. Çünki mən bayaq da qeyd etdim ki, ailənin bircə qızı o prizmadan baxanda davamlı təkəm və mən ayaqda tək dayanmalıyam, güclü görünməliyəm, təslim olmamalısınız. Mənim üzüntümü anam, atam bilməməlidir və s. və ilaxır. Bəli, bu birmənalı olaraq uşaqlıqdan gəlir. Daha doğrusu böyüdüyün ailədən gəlir deyə bilərəm. Bunu istəyirəm, bu belə deyim, təsviri izləyicilərimizə də açıqlayım. Bunu astroloji prizmadan əslində nəyi ifadə eləyir? Biz vurğuladıq ki, sizin Günəş bürcünüz Dolçadır, amma yüksələn bürcünüz Oğlaqdır. Və biz zaten həyata astroloji olaraq insanlara yüksələn bürcümüzü daha çox göstərir. Yəni bizi tanımayan insanlar, Nübar xanım, sizi tanımayan insanlar
o sizdə oğlağın enerjisini görəcək. Doğrudur. Yəni siz tanımadığınız insanlara ictimai mühitdə oğlaq kimi görünəcəksiniz. Daha Bəli. məsafəli olacaqsınız, daha soyuqqanlı olacaqsınız. Müəyyən qayda qanunlar, müəyyən çərçivə içində olacaqsınız. Amma əslində artıq sizi tanıdığınız insanlar, sizin dost çevrənizə siz daxili xarakteriniz, yəni günəş bürcünüzü təsvir edəcəksiniz. O zaman onlar görəcək siz necə sosialsınız, necə şənsiniz, necə dostcanlısınız. Bunu artıq sizə yaxın olan insanlar biləcək. Elədir. İndi Və bunları bilmək əslində çox maraqlıdır. Hətta deyərdim ki, bunları bilmək insan həyatını çox asanlaşdırır, çox rahat edir. Bəli. Həm özünü tanıyırsan, öz bürcünün xüsusiyyətlərini bilərək yola çıxırsan, həm də olur da indi biz etiraf edək ki, dostlarımız, ailəmiz, hər kəsin xarakterini biz təqdir etmirik ki, bəzən incirik ki, tutalım, niyə Aytən burada bu reaksiyanı verdi? Amma bürcləri biləndə daha rahat olur ki, hə, Aytən, nə bilim, xərçəng bürcünün xüsusiyyətindən yola çıxaraq belə reaksiya verir. Bəli. Bu çox əladır. Və biz bu verilişdə öyrənəcəyik ki, təkcə biz əslində bir bürcdən ibarət deyilik. Deyilik. Bizim bir doğum xəritəmiz var və Nübar xanımın doğum xəritəsi hal-hazırda məndədir. Mən həyəcanlanıram. Və mən bütün sualları onun doğum xəritəsi əsasında tərtib eləmişəm. Yəni bu astroloji prizmadan yanaşmadır. Yəni burada təkcə siz günəş bürcünüz dolçadır deyə bir anlayış yoxdur. İndi burada biz verilişin gedişatında daha fərqli belə deyək, astroloji kombinasiyalarla sizə suallarımızı mən təqdim edəcəm. Belə çıxır ki, siz hər şeyi bilirsiniz. Bəli. Bir astroloqun əlində əgər bir insanın doğum xəritəsi varsa, o insan heç nə danışmadan onun həyatını, yaşadıklarını, daxili dünyasını, hər bir şeyi bir astroloq artıq bilə bilir. Özümü biraz müdafiəsiz hissetdim və oğlaqlığım tutdu ki, əslində görəsən nə deyəcək, nə verəcək, nə sual verəcək, amma bura çox rahatdır. Mən buranı sevdim. Xoşuma gəlir. Merkuri retrosuna qapılmadan suallara keçə bilərik. Bəli. Bu arada adı çox maraqlıdır. Bəli, Merkuri retrosu astrologiyada keçmiş Merkuri ünsiyyət, kommunikasiya planetidir və biz Merkuri retro eləyən zamanlarda biraz biz enerji olaraq dayanırıq əslində, fikirlərimizi toparlayırıq, biraz keçmişə gedirik. Keçmişdə yarım qalmış işlər varsa, yarım qalmış, tamamlanmamış duyğularımız, keçmişlə bağlantılı bütün məsələlərimizi həll etməyə çalışırıq o dövrdə. Merkuri retrosu zamanı indi mən sual verdim sizə. Buyurun, bir aparıcı kimliyi haqqınızdır. Merkuri retrosu zamanı biz keçmişdə o bağlamadığımız hesablardan qarşımıza çıxan insanları görməyimiz o zaman normaldır. Bəli, çox normaldır. Yəni burada bir təhlükə yoxdur. Yox. Hətta deyirik ki, biz Merkuri retrosu dövründə keçmişdən daha çox insanlarla üzləşəcəyik. Keçmişdə yarım qalmış, bağlanmış, amma tam da tamamlanmamış hadisələri bizə həyat qarşımıza çıxardacaq. Burada bir tamamlanmamış bir məsələ var. Sən ona görə bu məsələ ilə bu retro dövründə üzləşirsən. Və Merkur retrosunun ən önəmli xüsusiyyəti nədir? O dövrdə sən yarım qalmış bütün məsələləri həll etməlisən. Yəni bağlanmasa növbəti Merkuri retrosuna qalır. Növbəti retroların birində mütləq ki, sən o mövzu ilə yenə də üzləşəcəksən. Bütün keçmiş kitabları bağlayırsınız. Nübar xanım, ikinci suala keçid eləmək istəyirəm. Çox maraqlıdır. Doğum xəritənizə baxıram və bizim doğum xəritəmizdə astrologiyada Cənub ay düymü deyilən bir kombinasiyamız var. Hansı ki bizim ruhumuzun komfort zonası, bizim özümüzü daha rahat hiss etdiyimiz, komfortda olduğumuz xüsusiyyətlərimizlə bağlantılıdır. Ruh orada özünü daha yaxşı hiss eləyir. Və sizin xəritənizdə Cənub ay düymünüz xərçəng bürcündədir. Və bu da sizdə daha başqalarına göstərdiyiniz şəfqət, əzizlənmə, analıq duyğusunu göstərir və bu sizdə belə bir təəssürat yaradırmı? Bir Cənub ay düymü xərçəng olaraq tez-tez başqaları üçün varam, amma özüm üçün yoxam. Olur. Bəzən əziyyət verir hətta bu mənə. Yəni açıq etiraf edirəm. Özümü laf etiraf masasında hiss elədim. Olur. Əslində bu bilirsiniz nə ilə bağlıdır? Baxın indi siz xərçəng deyirsiniz. Mən normalda xərçənglərin xüsusiyyətini bilirəm və bəzən onlara əsəbləşirəm. Çox yaxın rəfiqələrim də var. Görürəm ki, onlar necə davranırlar və əslində mən də eləyəm. Biz harasa gedərik, nə bilim, indi görüşməyə. İndi xərçəng olan rəfiqələrimdən biri evdə hazırladığı kekdən qaba qoyur, gətirir. Qızlar bundan da yeyin. Niyə?
mən ona irad tutduğum halda sonra dönüb özümə baxıram ki, elədir. Məndə də əslində elədir və xərçəng bürcünün bəzi xüsusiyyətlərini sevmədiyim halda məndə də var və bu sizin dediyiniz sualın cavabına gəldikdə isə harda baş verir? Yəni özümü necə dediniz? Özümü unutmaq. Başqaları üçün hər zaman var olub özünüzü unutmaq. Yəni hamı üçün varam, özüm üçün yoxam. Prinsipi. Hə, bu nə zaman baş verir? Bu aşırı dərəcədə bu həm də dolçadan gəlir mənə elə gəlir. Çünki dolça da belə bir sosial bürcdür. Eynən. Yəni mənim bir fincanım varsa, bu fincanı qırılana qədər sizə qurban edəcəm. Amma daha sonra ya qarşılıq ala bilməyəndə və yaxud da belə bir hal baş verir. Bilmirəm, bəlkə də bu anormal haldır. Yorulma baş verir məndə. Bir anlıq həmin o çox ötürən tərəf, çox fədakar tərəfdən çıxmağı istəyirəm və qarşı tərəfin nəzərində necəyəm, hardayam, bunu görmək istəyirəm. Hətta burada uşaqlığıma gedirəm. Xatırlayıram ki, məndə belə bir fikirlər var idi ki, çox gülməlidir bu. Bir gün mən olmasam, görəsən mənim üçün kim darıxar? Yəni əslində bu bir uşaq üçün çox anormal bir düşüncədir. Niyə belə düşünəsən ki? Xərçəng bürcünün verdiyi o həssasiyyətlə bağlı duyğusallıq. Yəni görəsən mən hamı mənim üçün dəyərlidir. Görəsən mən başqaları üçün dəyərliyəmmi? Sualını öz-özünüzə vermisiniz. Bir sirrimi etiraf edə bilərəm. Ara sıra çox yorulanda, çox o belə qarşı tərəf üçün davamlı fədakar durumunda olanda olur bəzən telefonu söndürürəm. Yoxa çıxıram. Bəli. Diqqət çəkmək istəyirsiniz. Bu xərçəng bürcünün bir manipulyasiyası ola bilər. Eynən. İndi məni burada izləyən və bu situasiyayla qarşı-qarşıya qalan dostlarım, rəfiqələrim məndən inciməsin. Yəni bu xarakterdir. Niyə bilərəm mən? Bu mənim. Görürsüz, mənlik deyil. Bu xərçənglikdir. Həqiqətən yoxa çıxmaq xüsusiyyətim var və baxıram ki, kim zəng vurub, kim nə yazıb, kim narahat. Əslində bilmirəm, diqqət acılığı bəlkə də dəyərli olduğunuzu hiss eləmək istəyirsiniz. Halbuki yəni doğrudan da mən özümü dəyərli hiss edirəm. Yəni burada bir problem başqaları yoxdur. Başqaları tərəfindən onu özünüzə sübut eləmək istəyir ki, tamam mən dəyərliyəm. Eynən. Yəni bunu bilirəm, amma görmək də istəyirəm. Eynən. Mənlik deyil. Mənlik deyil. Günahkar mən deyiləm. Cənub ay düymü günahkardır. Bax bunu bilmiş olduq. İndi isə növbəti sualım isə bunun tam əksi prizmadandır. Cənub ay düymü bizim hansı bürcdədirsə, şimal ay düymü isə o bürcün qarşısındakı olan bürcdür. Əgər astrologiyada cənub ay düymü bizim komfort zonamızdırsa, bizi rahat hiss elətdirən tərəfimizdirsə, şimal ay düymü isə bizim həyatın bizə yönləndirdiyi istiqamətdir. Yəni biz həyatda məcbur olaraq 35-36 yaş döngümüzdən etibarən şimal ay düymünün xarakterinə doğru getməliyik. 35-dən sonra keçirik. Bəli, mütləq və mütləq biz həyat bizi 35-36 yaş döngüsündə şimal ay düymünə doğru aparır və sizin xəritənizdə şimal ay düymünüz Oğlaq bürcündədir. Yəni iki oğlağım var mənim. Biri bəs edirdi. Niyə ki? Bəli. İki oğlaq. Yəni əslində həyat sizə burada deyir ki, Nübar, sən qayğı göstərməkdən, analıq eləməkdən, başqalarının dərdinə yanmaqdan biraz çəkilməlisən. Sən həyata biraz daha sərhəddə yanaşmalısan. İnsanlara qayğı yükündən çıxıb insanlara istəmədiyiniz halda sərhəd qoymağı bacarmalısınız. Amma buna məncə hələ ki siz yox deyirsiniz. Düzdür, 35-ə hələ çatmamışam. Amma bayaq da qeyd etdim ki, 33 mənim üçün çox böyük bir dəyişim nöqtəsi oldu. Döngü deyirik də, döngü oldu və fikirləşirəm ki, 35-dən heç də geri qalmadı. Artıq dəyişim zaten başladı. Bəlkə də bu məndə 33-də baş verib, bilmirəm. Mən əvvəllər bax o xərçəngdən qaynaqlanaraq davamlı qayğıkeş obrazındaydım. Bu hamıya qarşı, ailəm daxil, sevdiyim insanlar daxil, iş, karyeram içində olan insanlar daxil belə idi. Amma hal-hazırda mən nəyi öyrənmişəm? Mən yox deməyi öyrənmişəm. Və əslində o oğlağın netliyi ki var, yox, istəmirəm, ehtiyac yoxdur, mən getmirəm, mən bəyənmirəm, mən burada olmayacam, mən bu işin içində yoxam. Bunları demək çox gözəl bir duyğudur və insanı aşırı dərəcədə rahatladır. Nə qədər dəyərli olduğunu və
öz sərhədlərinin fərqində olduğunu öyrədir. Bir söz var, mən çox sevirəm o ifadəni. Deyir, qanunu bilməmək məsuliyyətdən insanı azad etmir. Bax, sərhəd də buna daxildir. Öz sərhədini təyin edə bilməyən insan cəmiyyətdə özünü heç cürə ifadə edə bilməz. Tamam. Çox radikal yanaşma edə bilərəm hal-hazırda. Bir oğlaq kimi. Hə, çox radikal mövqe göstərə bilərəm, amma təbii ki, bu mənim subyektiv fikrimdir və öz yaşadıqlarımdan yola çıxaraq gəldiyim nəticə odur ki, yox deməyi bacarmaq, sərhəd qoymağı, öz sərhədlərini özün təyin edib və o sərhədlər daxilində öz xoşbəxtliyini təyin etmək o insanın daxili gücünün əsas göstəricisidir. Bəli. Və mən belə deyim, sizin daxilinizdə olan o cənub ay düymü xərçəng və eyni zamanda getməli olduğunuz o yol şimal ay düymü Oğlaq bürcü həyatınızda hər zaman balans yaratmalı. Düşünürəm ki, siz balansı tapmısınız artıq. İndi hə. Çünki həm xərçəngin fədakarlığı, qayğıkeşliyi sizdə var, eyni zamanda insanlara qarşı artıq yox deməyi bacarmağınız o ikisinin arasında ən gözəl balansı yaratmaq. Belə deyək də, indi tutalım mənim beynimdə şimal sağ yarımkürədir, cənub sol yarımkürədir və məndə artıq əvvəllər ancaq sol idi, o davamlı qayğıkeş rolu idi. İndi elə deyil, biraz 50-50-dir. Bu gələndə bu deyir ki, hey, bəsdir, dayan. Bu gələndə eyni sözü o birisi deyir və mən bu halımdan çox məmnunam, çox təşəkkür edirəm həyata bunun üçün. Yaxşı ki 35-ə saxlamayıb bunu, yaxşı ki bunu 33-də verdi mənə. Mütləq və mütləq ki, həyat bizi şimal ay düymünə doğru aparır. Amma sizi bunu biraz daha tez edərək, artıq siz 35-36 yaş döngünüzdə bunu ən gözəl və ən balanslı şəkildə yaşayacaqsınız. Keçid eləmək istəyirəm növbəti sualımıza. Bu duyğularımızla bağlantılı olacaq. Çünki doğum xəritənizə baxıram, ayımıza baxırıq. Ay bizim duyğularımız, ay bizim hisslərimiz, ay bizim bilinçaltımızla bağlantılıdır. Sizin xəritənizdə ay Pluton birləşməsi var və Əqrəb bürcündədir. Ay Pluton birləşməsi Əqrəb bürcündə sizə nə verə bilər? Astroloji bunu deyəcəm. Pluton harda varsa orada bir dəyişim, dönüşüm, orada bir transformasiya, orada bir yenilənmə enerjisi verir. Ay Plutonla birləşimdə olduğu zaman Əqrəb bürcündə daxili krizlər, böhranlarla dəyişən həyat hekayəsini göstərir. Sizcə bu böhranlar, ayınızın yaşadığı, o duyğularınızın yaşadığı bu böhranlar sizi həyatda zəiflətdi, yoxsa daha da gücləndirdi? Gücləndirdi. Mən bu nübarı daha çox sevirəm. Mən bu nübara aşiqəm. Mən bu nübara heyranam. Çox sevirəm, həddindən artıq çox sevirəm və bu nübar başqa bir nübardır. Yəni həm öz daxilimdəki insanı, o qadını, o enerjini kəşf etdim və həm də o çox gözəl dediniz, mən onu məsələn bilmirdim, böhranlarla. Bəli. Yəni insan var ki, çox düz, sadə bir həyatla hər şeyi öyrənir və yaxud da insan var ki, heç öyrənmir. Düz xətt üzrə gedir. Bəli. Məndə heç vaxt elə olmayıb və nə yaxşı ki də elə olmayıb. Çünki xəritənizin potensialları zaten budur. Yəni bunu yaşamalısınız. Yəni deyirsiniz ki, kələ kötükdür. Hamar deyil. Əslində krizlərlə, böhranlarla güclənən bir duyğu, güclənən bir qadınlıq. Çünki ay qadın dişi enerjisidir. Dişi olaraq siz krizlər yaşaya-yaşa daha güclü bir nübar olmusunuz. Daha dözümlü, daha həyatınızı yenidən yaradan bir nübar olmusunuz. Hə, o bir ifadə var, bir söz var, deyir, Simurq quşu öz küllərindən. Bəli. Pluton zaten küllərindən yenidən doğulmaq demək. Mənim həyatımın döngü nöqtələri var. Həqiqətən də elə olub. İndi çox duyğulandım bu dediklərinizə. Doğrudan da elədir. Yəni o böhranlardan başqa bir nübar çıxıb. O böhranlar başqa bir nübarı yaradıblar və daha güclü nübarı yaradıblar. Bir də xüsusi, yəqin ki, bu əqrəbin verdiyi olacaq hissiyat olaraq. Misal üçün, mən hamısı bir-birinə əlaqəlidir deyə keçid edirəm. O uşaqlıq, bayaqki uşaqlıqda o güclü görünən fərd ki var idi. Bəli. İndi mən ona biraz qadınlığı əlavə etmişəm. Bəli. Və indi sırf güclü görünmək deyil. İndi həm də qadın olaraq xoşbəxt hiss etmək var. Yəni o sual verirlər, güclü olmaq istəyərsən yoxsa xoşbəxt olmaq. Mən deyərəm ki, o 50-50. Mənim üçün məsəl o 50-50-dir. Nə gücümü itirib xoşbəxt olmaq istəmərəm, nə də xoşbəxtliyimi itirib güclü görünmək istəmərəm. Çünki bir qadın onu balansda saxlamağı bacarmalıdır və mən xüsusilə bunu arzulayıram ki, Tanrı dünyaya gələn bütün qız uşaqlarına həmin o balanslı
güc və xoşbəxtliyi nəsib etsin. Çünki qadın təkcə güclü olmamalıdır, həm də xoşbəxt olmalıdır. Birini seçməməlidir. Bəli. İkisini balansda saxlamağı bacarmalıdır. Düzdür, həyat bəzən insana bu şərtləri hamıya eyni dərəcədə paylamır. Yəni hamıya eyni dərəcədə vermir. Amma özümüz də müəyyən mənada indi əlimizdən nə gəlirsə ona uyğun çalışmalıyıq deyə düşünürəm. Amma bu arzudur. Mən bunu arzulayıram bütün qızlara, bütün qadınlara, mən bunu bütün qadınlara arzulayıram və xüsusilə dünyaya gələn yeni o belə qız uşaqlar var. Çox sevinirəm. Onlar üçün bunu diləyirəm. Bəli, tamamilə sizinlə razıyam Nübar xanım və xəritəmizdə zaten bu potensiallar olduğu üçün bu potensiallara əsasən biz həyatımızı yaşayırıq. Yəni bu xəritə zaten sizdə var və siz bu xəritəni yaşayaraq öz həyat yolunuzu formalaşdırırsınız və hər birimiz tamamilə fərqli potensiallarla bu dünyaya gəlirik. Fərqli xarakterlərimiz olur və fərqli həyat döngülərimiz olur. Ki növbəti döngü barədə danışmaq istəyirəm. Bayaq dediniz ki, həyatımın müxtəlif döngüləri olub ki, o mənim həyatımda dönüş nöqtələri yaradır. Və düşünürəm ki, sizin həyatınızda 2018 və 2020-21-ci illər arasında astrologiyada ilk Saturn döngüsü deyilən bir döngü var. Hansı ki 27-30 yaş aralığında baş verir. Və bizim həyatımızda o döngü çox böyük belə deyim blokajlar, maneələr, həyatın bizi sınağa çəkdiyi və böyütməyə çalışdığı bir dövr olur həmin dövrdə. Həyat bizə çox ağır məsuliyyətlər yükləyir. Çox böyük problemlərlə üzləşdirir və həmin o 2 il yarım, 3 illik təqribi döngü bizim həyatımızda böyüməyimiz üçün, həyata başqa prizmadan baxmağımız üçün tamamilə başqa bir şərait yaranır. Və sizin xəritənizdə bu 27-30 yaş döngüsü birinci evinizdə baş verir. Yəni özünüz, varoluşunuz, hədəfləriniz, məqsədləriniz, nübar olaraq yeni bir nübarın yaranması dönəmi idi. Siz onu necə xatırlayırsınız o döngünü? Neçənci illər dediniz il olaraq? 2018 və 20-21-ci illər aralığında. Birinci evinizdən bir Saturn tranziti. Axı tamamilə başqa bir nübar olub. Bu Saturn neyinirsə hər şeyi qarışdırır. Yoxdur indi bu aralarda Saturn. Saturn hal-hazırda Qoç bürcünə keçid eləyib. Birazdan deyəcəm ki, sizin hansı evinizə gələcək və sizə hansı məsuliyyətləri gətirəcək. Aha, mən elə bilirdim ondan canımı qurtarmışam. Saturnla can qurtarmaq olmur, amma Saturn bizim hansı evimizə gəlirsə, Nübar xanım orada bizə məsuliyyət verərək bizi ən yüksək pilləyə qaldırır. Yəni dağıtmır əslində. Yox, dağıdan belə deyim, planet Plutondur. Saturn isə bizə sınaq gətirir, bizə məsuliyyət gətirir, amma o məsuliyyət boşu-boşuna deyil. Çünki bizə bir mükafat vermək istəyir. Yəni öyrətmək məqsədi. Bəli, öyrətmək məqsədi ilə və onun qarşılığında bizə böyük bir mükafat vermək istəyir. Əgər Saturn sizin birinci evinizə gəlirsə, o zaman Nübar daha güclü, daha yüksəkdə olmalısan. Sən tamamilə fərqli olmalısan. Həyatını dəyişdirməlisən deyir. Yəni bütün problemlərdən azad olunmuş, güclü, ağıllı və təcrübəli bir Nübar üçün o sizə bir sınaq döngüsü təyin edib. Aydındır. Mən indi qayıtdım 2018-ci ilə. 2018-ci il mənim üçün çox uğurlu başlamışdı əslində. Yəni 2018, 19, 2020, 21 mənim karyeramda ən pik Zaten Saturn onun üçün sizə zirvə gətirmək üçün. Yəni ən belə yaxşı dönəmlər idi. Karyeramın ən uğurlu, ən parlaq, o günəş kimi işıq saçan dönəmlər idi və hətta deyərdim ki, televiziya məkanında yeni bir aparıcı tipi idim, yeni bir sima idim. Xüsusilə o daxili enerjim o qədər səmimi idi ki və bu çox sevilirdi. Yəni ekran qarşısında özüm idim. Bəli. İkinci bir xarakterim yox idi. Bəli. İndiki Nübar ekran qarşısında artıq bayaq dediyim kimi sərhədlərini qoya bilir. Bəli. Orada yox idi və ona görə o aşırı səmimiyyətdən dolayı o enerji, o parlaqlıq ən pikdə idi. Çox yaxşı dönəmlər idi. Mənim üçün çox yaxşı xatırlayıram. Çox yaxşı əlaqələrin qurulduğu, münasibətlərin irəlilədiyi bir dönəm idi. Amma 21-də hər şey qarışdı. Çünki Saturn artıq Günəş bürcünüzə tranzit elədi. 21-də qarışdı və çox 2020
21-22-ci illər arasındakı o məsafə çox qarışıq, xaotik, böhranlı bir il idi mənim üçün və hətta dalğalanmalar var idi, sorğulamalar var idi, üsyan var idi. Üsyan var, Dolçada zaten üsyan. İnanılmaz üsyan var idi və hətta o üsyandan qaynaqlanaraq hücum var idi. Saldırmaq deyirik də, hücum var idi. Aqressiya var idi, amma keçdi getdi. Bəli. O döngü zaten bizi daha gücləndirmək üçün gəlir. Duyğularda qarışıqlıq var idi. Yəni şəxsi duyğularda təlatüm, həm çox aşırı dalğa var idi, təlatüm var idi, həm də çox minimalist bir səssizlik var idi. Başlayanda çox təlatümlü başladı, səssizliyi isə qulaq batırdı, belə poetik olaraq belə deyə bilərəm. Saturnun sizin Günəş bürcünüzə tranziti zamanı o illərdə necə bir dəyişim yaşadınız? Ətrafınızdan çoxmu insanlar ayrıldı? Çoxmu insanlarla belə deyim, münasibət bitdi? Və yaxud da tamamilə güclü, təcrübəli bir nübar? Arxaya baxanda artıq yeni bir nübar var dedinizmi o zamanda? Yəni yeni bir nübar yarandı. Əslində o dediyim 2001-2022 arasında itirmələr oldu. İtirmələr oldu və duyğulardan biz o deyirik, duyğulardan pay verdik. Bax, o oldu, duyğu qırılmaları oldu, çox yaxın dost çevrəsində itirmə oldu və heç nədən baş verirdi. Əslində bunun bir səbəbi, bir tutarlı, əllə tutan, gözlə görülən bir səbəbi yox idi. Və mənim üçün amma bütün bunlar bir kənara qoysaq, ən belə anlam verə bilmədiyim, hələ də anlamıram, amma o dönəmdə hiss etdiyimi xatırlayıram. Mən yenilik istəyirdim. Mən bəlli gedən bir xəttdən yorulmuşdum və yeniliyi axtarırdım. O yenilikdə də mənim üçün çox uğurlu olan bir iş yerimi bir anda oradan ayrılmaq qərarı aldım və uzaqlaşdım. Hamı mənə inanılmaz belə gözlərlə baxırdı, təəccüblü gözlərlə baxırdı ki, bu necə ola bilər? Nübar necə bunu edə bilər? Amma etdim. O an etmək istəyirdim. O an oradan uzaqlaşmaq istəyirdim. Dolçanın isyanı o zaman başlamışdı. Yəni əqrəbin hissiyatı var idi. Əqrəbin o kəskinliyi var idi. Dolçanın çılğınlığı var idi. Oğlaq yox idi orada. Oğlaq orada olsaydı. Çünki günəşinizin üzərində, Günəş bürcünüz Dolçadır. Saturn o zaman Dolça bürcündə idi. Və o Saturnun günəşinin üzərinizə gəlməsi zaten artıq azadlıq, üsyan, yenilənmə, artıq yeni bir şeylər olmalıdır. Dözə bilmirəm, fərqli bir şeylər istəyirəm. O anda nə gəlirdisə sizdə artıq o zaman Dolçada qayda qanun yoxdur. Qayda qanun Oğlaqdadır. Dolçada isyan var, yenilik var, yenilik axtarışı var. Bu həmişə belədir. Nübar bəlli bir yerdə bir də görürsünüz ki, deyəcək ki, doydum, mən getdim. Yəni, niyə belədir? Çünki orada artıq Dolça hərəkətə başlayır. Amma kaş ki o dönəmdə, etiraf edirəmsə, qoy bunu da deyim, kaş ki o dönəmdə oğlaqlığın biraz da olsa olardı və taktiki gedişləri, biraz məntiqlə, biraz ağılla, biraz daha çox duyğularla yox, amma gedişatı nəzərə alaraq hərəkət etmə qabiliyyətini kaş ki mənə oğlaq vermiş olaydı, amma vermədi. Sağ olsun, oğlaq da vermədi. Neyniyək? O dönəm günəşinizin o dəyişim dönəmi olduğu üçün siz onu aşırı üsyankar. Of. Həqiqətən də o döngüdən keçdiniz. Elə xəritənizə indi nəzər yetirirəm Nübar xanım. Deməli, xəritənizdə çox maraqlı bir kombinasiya var. Astrologiyada biz buna stelium deyirik. Ümumiyyətlə mən maraqlı insanam. Astrologiyada biz buna stelium deyirik, yəni planet toplaşması. Və sizin doğum xəritənizə baxıram, Oğlaq bürcündə bir neçə planetiniz, eyni zamanda Dolça bürcündə bir neçə planetiniz var. Ona görə də əslində sizdə iki mühüm xarakterin çatışması var birlikdə. Həm dostcasına, həm də bəzinin ziddiyyəti var. Nəyə görə? Çünki bir oğlaq olaraq əslində çox disiplinli, qayda qanunlu, məsafə qoyan, güclü, mübarizəli birisiz. Bir Dolça olaraq isə azadlıq sevən, yenilikçi, fərqli, qayda qanuna kör-köranə tabe olmayan birisiz. Siz yeganə insanlardasınız ki, həm sistem yaradıb, eyni zamanda o sistemi məhv edib yıxa bilirsiniz. Və həyatınızda belə bir təcrübələr olubmu? Yəni bu xarakterinizdə? Nə qədər. Mən hələ də onu anlaya bilmirdim. O qədər belə detallı açdınız bunu, analiz etdiniz. Özümə
təəccüblə baxıram ki, mən nə qədər çətin insanam. Oradan baxanda mən çox çətin, doğrudan çətin. Əvvəllər Əslində daxildən belə deyilsiniz. Uzaqdan belə görünsə də daxili dünyanız tamam başqadır. Çox yaxın ailə daxilində olan insanlardan bir əmim qızı var. Həmişə mənə deyirdi ki, biz uşaq olanda o mənim kimi deyildi. Yəni biz fərqliyik və mənim bu anidən belə yox olmaqlarım, oynadığımız yerdə mən oynamıram, istəmirəm. Yox. Bunu o qədər kəskin deməyimlə arada sözün çatdıra bilmirdi. Mənə deyir ki, sən çox çətin insansan. Elə hirslənirdim, bilirdim. Niyə çətinəm? Mən çətin falan deyiləm. İndi etiraf edirəm. Mən çətin insan, həqiqətən çətin. Çətin deyəndə o damarın tutanda hamı yaxşıdır, amma xarakter olaraq özüm belə bəzən xarakterimdəki, daxilimdəki bu iki ziddiyyətin, daha doğrusu bu iki xarakterin ziddiyyətinin fərqinə vara bilmirəm ki, nə baş verir? Nə var? İstəyirsən, istəmirsən, qərar ver. Gedirsən, getmirsən. İnsan yəni necə bu qədər qərarsız ola bilər? O qədər qərarsızam mən. Yəni mən hələ də həyatımda mühüm verdiyim bir-iki qərar var ki, hələ də düşünürəm ki, mən o qərarları necə vermişəm. Necə olub o? O Dolçanın yəqin isyanı ilə verdiyiniz qərarlar olub. Yox, əslində Dolçanla o qərarı verməzdim. Amma oğlaqla vermişəm. Okay, o zaman nəsə qayda qanunlara tabe olmaqla bağlı bir qərar olub. Misal üçün evlilik mənim üçün, yəni evlilik qərarı o qədər belə, bunu necə ifadə edim? Dolçanın o azadlığını siz verdiyiniz evlilik qərarı ilə boğulmusunuzmu düşünürsünüz? Yəni bunun mu narahatçılığını yaşamısınız? Yox, əksinə bunun üçün çox təşəkkür edirəm. Yəni kainata minnətdaram ki, təşəkkür də oluyam ki, yaxşı ki mənim dolçalığımı, o azadlığımı əlimdən almadı. Yəni belə bir bunun narahatçılığını mı yaşayırdınız evlilik qərarı verəndə? Birdən mənim o azadlığım, o ruhumu boğar bu evlilik. Çünki evlilik bir qayda qanunu olan bir müəssisədir. Bəli, evliliyi artıq biz imza atırıqsa, bizim həyatımızda həyat yoldaşımız müəyyən həyatımızda dəyişən qayda qanunlar var. Yəni bu bir dolça olaraq bunun qərarını verməkdə bir tərəddüd edirsiniz. Ya aydın məsələ 32 yaşında evlənən insan üçün, 32 yaşında ailə quran insan üçün bu doğrudan da yəni görünür ki, çətin məsələdir. Amma o bilmirəm, o çox qəribə bir duyğudur və Dolçanın sənə yansıtdığı, sənin azadlığının əlindən alınması deyil əslində evlilik. Yəni düzdür. Faiz etibarilə baxsaq, mən həmişə deyirəm, bir sözüm var, bunu çox sevirəm. Deyirəm ki, insanlar Allaha da, evliliyə də çox məsuliyyət yükləyirlər. Əslində Allah o qədər qəddar deyil ki, insanları ancaq günahlarına görə cəzalandırsın. O çox mərhəmətlidir, o çox insanın üçün ən yaxşısını istəyəndir. Evlilik də, yəni sənin bütün imkanlarını, bütün duyğularını, gücünü həbs etdiyin bir yer deyil. Düzgün evlilik, yaxşı evlilik. Düzgün seçilmiş partner. Eynən. Biraz da burada seçimdən ziyadə Aytən xanım şans məsələsi var. Yəni nə qədər desək də buna çox inanıram mən. Tamamilə doğru. Bəlkə də indi astroloji tərəfdən sizin üçün bunun xəritə önəmi də var. Bəli, zaten xəritəmizdə olan tip insanlar bizim qarşımıza çıxır və xəritəmizdə zaten münasibətlə və evliliklə bağlı yaşayacağımız hər bir şeydə öncədən biz görmüş ola bilirik. Bunlar var və əslində bunları həbs etdiyin yer deyil. Yaxşı evlilik, düzgün evlilik sənin o necə deyirlər, biraz daha çiçəkləndiyin, biraz daha gözəlləşdiyin, sevgi çünki incidən bir duyğu deyil. Bir yerdəki sevgi varsa, ora gözəlləşməlidir. Tamamilə. Əgər bir yerdə ki, deyirsiniz ki, mən çox sevirəm, ölürəm, ürəyim gedir, aşiqəm, amma o sizi incidirsə, o sevgi deyil. Tamamilə doğrudur. Elə evlilikdə, münasibətdən danışdıq. Mən istəyirəm evli evinizdən bağlantılı bir aparıcı olaraq çox danışırım. Yox, əstəğfurullah, ikisinə çox gözəl danışırsınız. Evli evinizin kombinasiyasına baxıram. Evli evinizin idarəçisi xərçəngdir və ay Əqrəb bürcündə Plutonla birləşmədədir. Əslində münasibətdə dərin duyğulara yönələn,
Sevdiyi üçün çox şeylərdə fədakarlıq edən, çox şeyləri gizlində yaşayan, duyğularını gizlində yaşayan, bir çox şeyləri daxildə bastıran, zaman-zaman duyğusal krizlər, bəlkə dəyişimlər, dönüşümlər, bayaq dedik o anka quşu, simurq quşu kimi bir şeyin yox olub və yenidən yaranması xəritə kombinasiyanızda var. Bir qadın kimi münasibətlərdə yaşadığınız bu dəyişimlər, bu dönüşümlər sizə necə təsir edib? Zaman-zaman çox dalğalandırır, zaman-zaman çox düşündürür, bəzən incidir, bəzən böyüdür, bəzən çox yaxşı hiss etdirir. Yəni, bəlkə də duyğu seli yaşayan insanlar sırasındayam mən və o duyğuların içindən amma yaxşı ki, çıxmağı bacarıram. Bu mənim əqrəbdən gələn, yəqin ki, intuisiyamla bağlıdır. Çox sevirəm. Özümü çox sevirəm. Bütün bu qarışıq və orada indi siz daha çoxunu bəlkə görürsünüz, mənə demirsiniz. İndi mən bilirəm də çox şeylər belə olur adətən. Yəni nə baş veribsə, nə baş verəcəksə, mən bütün bunlara görə kainata çox minnətdaram. Çox təşəkkür edirəm. Məni nübar edən, mənə nübar olmaq üçün duyğular qatan hər nə hadisə baş veribsə, həyatıma kim gəlibsə, kim gedibsə, kim nəyi aparıbsa, aparmalıydı. Halal xoş olsun aparıb. Ciddi deyirəm. Heç kimlə bir konfliktim yoxdur. Heç kimlə bir hesablaşmam yoxdur. Mən bitirmişəm bunları. Mən çox daha başqa bir düşüncədəyəm. Barışmışam hər şeylə. Bu barışmaq o demək deyil ha. Yəni hər şeyi buraxmışam. Təslim olmaq deyil. Yox. Sadəcə mən gözəlliyi seçirəm. Mən sevgini seçirəm. Tutalım, əgər bugün mənim işlərim yolunda getmirsə və bu mənə stres yaşadırsa, tamam, bu həyatımın iş tərəfindədir. Amma mən bugün Aytən xanımla bir fincan qəhvə içib gözəl bir gün keçirdə bilərəm və yaxud da evimdə özümə bir stəkan çay dəmləyib günün dadını çıxara bilərəm. Nə gözəl, digər tərəfi görmək lazımdır və o 33-ə qədərki nübar ancaq dolça çılğınlığı ilə bir tərəfi görürdü. Bu nübar isə o hər tərəfi görür və bunun üçün çox-çox təşəkkür edirəm. Qaldı ki, fədakar qadın obrazına biz elə bir coğrafiyada yaşayırıq ki, nə qədər bunu bəzilərimiz zaman-zaman inkar etməyə çalışsaq da, bizim coğrafiyamızda, bizim olduğumuz şərqdə qadın fədakarlığı daha üst səviyyədədir. Bəli, tamamilə razıyam. Və bəzən bəlkə də qadının fədakar olmağı nəyisə qurtara bilər, düşünürəm. Bəli. Ki, amma burada özünü qurban etməkdən söhbət getmir. Tamamilə razıyam. Qurban psixologiyasına daxil olmadan sənin fədakar, bayaq dedimmi, sənin sərhəddin əslində sənin xarakterini göstərir. İndi də deyirəm ki, sənin fədakarlığın sənin sevginin ölçüsü ola bilər. Amma qayıdıram. Amma o sevgi sənə xeyirdirsə, səni gözəl hiss etdirirsə, o fədakarlığa dəyər. Hiss etdirmirsə, o artıq fədakarlıq deyil. O bir narsistin, narsizmin qurbanı olmaq deməkdir. Tanrı da hamımıza əgər elə bir şeylə qarşılaşsaq kömək etsin. Amin. Çox gözəl vurğuladınız. Həqiqətən də razıyam tamamilə sizlə. Elə gəlin evlilikdən davam eləyək. Çünki hal-hazırda tranzitdə Yupiter xərçəng bürcündə hərəkət eləyir və biz deyirik ki, hər zaman xərçəng bürcləri çox şanslı bir dönəmdən keçirsiniz, amma Yupiter astrologiyada həm yaxşı cəhətdən böyüdən enerjidir, eyni zamanda negativi də böyüdür. Yəni Yupiter bir lupa effektidir. Əlimizə alırıq və hətta orada problem də varsa onu böyüdür, orada yaxşı bir şey varsa onu da daha genişləndirir, şans və bolluq, bərəkət verir. Və 2025-ci ilin iyul ayından etibarən Yupiter sizin 7-ci evinizdə, yəni münasibət, evli evinizdə tranzit eləyir. Hələ ki orada tranziti davam edir. Yəni yaxşı şeyləri böyüdür. Orada yaxşı şeyləri böyüdür. Eyni zamanda orada bir Yupiter sizin evlilik həyatınıza bir lupa ilə baxır. Yəni orada yaxşı olan məqamlar da böyüdür. Eyni zamanda bir problemlər varsa onu da böyüdür ki, bunu həll eləməlisiniz. Bu problemin öhdəsindən gəlməlisiniz. Bu hissiyatı hal-hazırda Yupiterin sizin evlilik həyatınıza, ümumiyyətlə şəxsi həyatınıza verdiyi bu təsiri hiss eləyirsinizmi? Nə dərəcədə bu belə deyim enerjini yaşayırsınız?
Yəni hal-hazırda var olan həm yaxşı, həm mənfi məsələlər böyümüş şəkildə sizin önünüzə gəlirmi? Nübar, artıq sən bunu həll eləməlisən. Yaxşı və pis, bunu masaya yatızdırıb bu məsələni həll eləməlisən. Əvvəllər haqqında danışmağa cəsarət etmədiyimiz məsələləri, mövzuları indi çox rahatlıqla masada müzakirə edə bilirik və həll yollarını tapa bilirik. Bizi incidən nüanslardan uzaqlaşa bilirik. Halbuki əvvəllər bu uzaqlaşmaq deyildi, bu qaçmaq idi. Hərə öz cəbhəsində qaçırdı. Və bir an məndə belə bir fikir var idi ki, evlilik belə bir şeydir, hərə bir tərəfə qaçır. Amma indi elə deyil. İndi o yaxşı detallar birlikdə lupana böyüdülür. Problemli detallar birlikdə lupana kiçildilir. Və həll olur. Həlli olur, həll olması üçün addımlar atılır. Yəni bu tam dediyiniz kimidir hal-hazırda. Orada bir şans var, orada bir dəstək var. Kainatdan dəstək gəlir sizə. Var, eynən. Yəni tamam, bu məsələlər var, amma bunu həll eləməkdə sizə dəstək olacaq. Var. Bir də bizim ailəmizdə çox belə qarışıq bir xəritə kombinasiyası var. Biz ikimiz də oğlağıq, ikimiz də dolçayıq, biz ikimiz də eyni insanıq. Bəzən siz çox gözəl dostsuz. Çox. Sevgidən, evlilikdən öncə siz çox gözəl dostsuz. Çox yaxşı. Siz çox gözəl həmfikirsiz. Yəni oturub fikirlərinizi bölüşməyə, eyni məsələləri müzakirə eləməyə. Baxmısınız xəritəmizə. Eyni məsələləri müzakirə eləməkdən zövq alırsınız. Bu çox önəmlidir. Hə, biz tutalım indi evliliyin müəyyən qaydaları var, özünün məsuliyyətləri var. Bəli. O məsuliyyətləri deyək ki, kənara qoyduq. İki insan eyni evin içində bağlayan məsələlər var da, onları qoyuruq bir kənara. İki insan eyni evin içində günlərlə nə bilim film izləyib, onu müzakirə edib ondan xoşbəxt ola bilərmi? Məsələn biz oluruq. Olursunuz, bəli. Yəni biz dadlı yeməyi birlikdə yeyib müzakirə edib, bu yeməyi bu gün burada bəyənmədik, sabah gedək başqa yerdə eyni şövqlə, eyni eşqlə bu bizi xoşbəxt edir və əslində bu kombinasiya çox möhtəşəmdir. Bu evliliyinizin ən gözəl tərəfidir. Çox gözəldir. Mən hər zaman deyirəm ki, evliliklər var, çox dərin sevgi ilə, çox dərin bağlanma ilə qurulur. Amma orada Merkurilərin uyğunlaşmaması var. Yəni orada həm söhbət yoxdur, orada bir-birini anlamaq yoxdur, orada bir-birinə dost olmaq yoxdur. O evliliklər çox qısa zamanda tükənməyə gedir. Çünki orada bir-birini anlama yoxdur. Sevgi bir yerə qədər gedə bilir, sonra bir anlayış, bir dostluq əlaqəsi qurulmalıdır. Hansı evliliklərdə ki, dostluq, anlaşılma var, bir-birini anlama var, bir-birini başa düşmə var, o evliliklər daha uzun müddətli və daha maraqlı keçir. Çünki gəlin real baxaq həyata. İndi biz o Z nəsli, Y nəsli bunları gedirik. Ana-atalarımıza baxanda o dönəmdəki evliliklər daha təməlli idi və daha uzun ömürlü idi. İndi uzun ömürlü evliliklərə çox az rastlanır. Bu da dəyərlərin itməsi ilə bağlıdır. Mən belə fikirləşirəm. Amma dəyərlər bizim təməl daşlarımızdır. İnsan öz dəyərlərindən dəbə görə, trendə görə vaz keçməməlidir. Tamamilə. Və nəzərə alsaq ki, evliliyin bəlli bir özünün məsuliyyəti mi deyim və yaxud da evlilikdən gözləntilər var. Hər insanın evlilik edəndə gözləntiləri olur və o gözləntilər bəlli bir yaşdan sonra, bəlli bir hadisələrdən sonra artıq minimuma enir və sənin öz şəxsi duyğuların, öz şəxsi istəklərin keçir ikinci, üçüncü plana. Düzdür, mən indi övladım yoxdur, amma fikirləşirəm ki, övladı olan insanlardan yola çıxaraq bilirəm ki, qayğılar çoxaldıqca şəxsi duyğular, ikili duyğular biraz da olsa səngiməyə başlayır. Və nəzərə alsaq ki, baxın, həyatdır. Bir gün birinin, evlilikdə olan insanlardan birinin başına bir iş gələ bilər. Bu adam ayağını itirə bilər, əlini itirə bilər. Biz onu həminki kimi sevə bilmək üçün və yaxud da həmin elə qəbul edib eyni evdə yaşamaq üçün bizim təkcə duyğularımız lazım deyil. Həm də mərhəmətimiz, həm də o insanla paylaşa bilmə duyğumuz olmalıdır. Bərabər kitab oxuma, bərabər bir kitabı müzakirə etmə, bir filmi müzakirə etmə və yaxud da öz evin içində şəxsi
zonasında ona şərait yaratma imkanları olmalıdır. Yəni mənim dünyamda evlilik mənim də yoldaşımın da əslində dünyasında biz eyni olduğumuz üçün eynidir. Yəni bizdə belədir və mən bunu çox sevirəm. Buna görə çox təşəkkür edirəm. Yəni deyəcəksiniz Nübar bu gün təşəkkür edirəm. Nə gözəl. Həqiqətən də bu təşəkkür etməyi bacarmaq, bu bilincə sahib olmaq çox gözəldir. Yaxşıdır bu. Yəni nələrdənsə şikayət eləmirsiniz artıq. Yox. Hər şey daha real görürsüz. Həyatınıza gələn hər bir insan həm yaxşı, həm pis, zaten bizi təcrübəyə aparır, bizi daha böyütmək, bizi daha gücləndirmək üçün gəlirlər. Ona görə onlara təşəkkür eləmək məncə ən böyük aqillikdir. Yəni siz artıq bəli, ərdəmdir. Bəli, elədir. Biz bəzən dedim də biz eyni bürc 4 gün arayla bizim doğum günümüz var. Və bəzən birimizdən indi müzakirə edərkən mən ona belə baxanda o deyir ki, deyirəm sən niyə bunu belə elədin, sən də niyə burada belə dedin? Baxır, qayıdır ki, elə bil mən də səndənəm. Elə bil mən də sənin kimi düşünürəm. Niyə burada deyil? Nəzərə al ki, mən də sənin kimiyəm. Və o anda onu biləndə qarşı tərəfə hücuma keçmirsən. O an fikirləşirsən ki, bilir, hər şeyi bilir, maskalanmağa ehtiyac yoxdur. Bilir, sənin daxili dünyanı görə bilir, hiss edə bilir. Çünki eyni düşüncə, eyni... Tutalım, mən necəyəm? Mən deyirəm ki, mənə qəti formada bunu israr etmə. Demə ki, Nübar, bunu al. Tamam. Əgər mən bunu almalıyamsa, almağım məsləhətdir. Amma sən bunu 3 dəfə dedinsə al, Nübar bunu almayacaq. Almalıdır, bunsuz yaşaya bilməz, bu ona lazımdır, amma almayacaq. Bunu anlamaq üçün gərək onun yerinə empatiya qurub özünü qoyasan. Və həyat mənə bu şansı burada verib. Yaxşıdır bu. Yaxşı ki də verib. Həqiqətən də. Sərhədlərimizi bilirik. Çünki o da azad olmaq istəyir. O da azad ruhludur. Mən də azad ruhluyam və biz bir-birimizi o mövzuda tamamlayırsınız. Sıxmırıq. Bəli, tamamilə doğrudur. Başqasından evlənə bilməzdim. Xəritələrimiz həqiqətən də çox oxşardır. Hətta deyərdim ki, həyat döngüləriniz belə oxşardır. Böyük ehtimal ki, həyata gələn şanslar, karmalar, hər şeyi birlikdə. Biz birlikdə bizdə eyni anda yüksəliş, eyni anda çöküş olur. Elədir. Çünki eyni xəritə izlərini daşıyırsınız. Nübar xanım, həyatınızda demək olar ki, ən çətin və karmik döngünüz artıq bitmək üzrədir. Ay, nə gözəl. 2026-cı ildən etibarən şimal ay düymü tutulmaları Dolça bürcündə baş verəcək və Günəşinizin Saturnun üzərində böyük bir dəyişim, dönüşüm enerjisi 2026-2027-ci ilin aktivləşəcək. Bu sizin birinci və ikinci evləriniz, yəni özünüz, məqsədləriniz, hədəfləriniz, iş karyeranızla bağlantılıdır. Mənəvi və maddi özgüvənci evinizdədir. Yəni, qarşıdakı 2026 və 2027-ci il, xüsusilə də 2027-ci ilin yeni bir mərhələ, yeni bir Nübar var. İşində, karyerasında o boşluqdan artıq çıxıb daha yaxşı yerlərə gəlib çatacaq, köhnə Nübarı tapacaq, məqsədlərinə, hədəflərinə çatacaq bir dönəm başlayır. Bu dönəmə hazırsınızmı? Hazıram. 2 əllə hazıram, gözləyirəm, gəlsin. Böyük bir sevgi ilə, böyük bir coşqu ilə mən artıq 2026-cı ilin ilk günlərindən, aylarından onu hiss edirəm. Enerji olaraq da hiss edirəm, hadisə olaraq da hiss edirəm. Çox yaxşıdır. Mən 2026-cı ili sevdim. Sevirəm onu. Çünki bu il artıq həyatınızda o dəyişim başladı və 2027-ci il o dəyişimi tam olaraq siz yaşayacaqsınız həyatınızda. Yəni 2026-dan başlayır. 2026-dan başlayır, 2027-ci il dəyişimin ən gözəl mərhələsi olacaq. Bəs 2026-cı ildə kritik nüanslar varmı, dönəmlər varmı? 2026-cı ildə biraz bu Yupiterin evlilik evinizin üzərindən keçməsi, ona görə dedim bayaq ki, müəyyən mövzuları gündəmə gətirə bilər, yaxşı və yaxud da pis. İyul ayına qədər evlilik mövzuları, münasibət, partnyor, bu həyatınızda təkcə yəni yoldaşınız deyil, bu sizin dostunuz da ola bilər, bu sizin şərikiniz də ola bilər. Bu ikili münasibətlərdə biraz müəyyən dalğalanmalar, müəyyən yenə bir şeylərin, bastırılmış duyğuların ortaya çıxması, müəyyən bir belə deyim, mövzuların gündəmə gəlməsi və bunun həll yoluna getməyiniz ola bilər. Amma yavaş-yavaş artıq Oğlaq bürcündə bir stelyumunuz var. Bilirsiniz ki, 20 ildir Plüton Oğlaq bürcündə idi. 20 ildir. Bəli, 20 ildir. Artıq daha niyə? Köçüb orada qalıb ki. O artıq Oğlaq bürcündən də çıxdı. Ona görə Oğlaqlar dərin bir dedilər 2025-ci ildən etibarən. Yəni yavaş-yavaş o döngünüz artıq düzəlməyə başlayır.
Son olaraq bizim efirimizdə hər qonağa verəcəyimiz bir sual var Nübar xanım. Verilişimizin adı Merkur retrosudur. Və astrologiyada Merkur retrosu biz bugün elə o retronun təsiri ilə keçmişimizə getdik. Sizin doğum xəritəniz üzərində analiz apardıq. Yarım qalmış, tamamlanmamış suallar, mövzular burada müzakirə olundu. Sual vermək istəyərdim ki, əgər Nübar Əbilin həyatına bir Merkuri retrosu tətbiq edilsəydi, yəni onun keçmişə gedib müəyyən mövzuları tamamlama şansı olsaydı, o həyatında hansı ilə gedərdi və ya hansı mövzunu həll edərdi, tamamlayardı ki, bugün, gələcəkdə o mövzu onun qarşısına çıxmasın? Əslində hamının həyatında keçmişə baxdıqda müəyyən dönəmlərdə deyilməmiş sözlər və yaxud da atılmamış addımlar, yarım qalmış, yarımçıq qalmış nələrsə var. Təbii ki, biz insanıq və insan olmağın gətirdiyi, verdiyi müəyyən məsələlər var ki, bunlar var, hamıda var. Evet. Amma mən Merkuri retrosuna geri qayıtmış olsam və yaxud da Merkuri retrosundan çıxış etmiş olsam, bugünə qədər həyatımda baş verən, bugünə qədər etdiyim, dediyim, atdığım addımlar, verdiyim qərarların heç birinə görə peşman deyiləm. Heç birində müəyyən bir yarımçıqlıq hiss etmirəm. Çünki mənə görə yəni hər şey tamamlanıb. Açacağam indi. Mənə görə psixoloji olaraq peşman deyiləm ifadəsi var. Bir də səhv etdim və yaxud da düz etdim ifadəsi var. Mən yaşadığım heç bir şeydən, dediyim heç bir sözdən, atdığım heç bir addımdan peşman deyiləm. O an, orada, o duyğuda olmuşam, o qərarda olmuşam ki, onu etmişəm. Və bunu edən əgər mənim daxilimdəki şəxsiyyətdirsə və yaxud da ki, astroloji olaraq oğlaqdır, dolçadır, xərçəngdir və yaxud da əqrəbdirsə, nə gözəl. Onlar verib bunu. Tanrı, kainat mənə bunu verib və mən bunu etmişəm. Nə gözəl. Amma, burada bir əmma var. Amma detal olaraq açsaq, Nübar, burada bunu, bu duyğu sənə verib, bunu etmişsən. Səhv etmişsən, düz etmişsən. Orada mənim cavablarım artıq dəyişir. Dəyişəcək. Və mənə görə mənim həyatım bax o yəni belədir. Mənim qayda qanunum belədir. Peşman deyiləm, amma detal olaraq hardasa səhv etmişəm, hardasa düz etmişəm, onu da mən bilirəm. Normaldır. Nübar xanım, çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Qonaq gəldiyiniz üçün. Bugün sizin həyatınıza, doğum xəritənizə qısa bir Merkuri retrosu, bir keçmişə getdik, müəyyən bir şeyləri yada saldıq. Ümid edirəm ki, efirimiz xoşunuza gəldi, suallarımızı bəyəndiniz. Çox qəşəngdir, çox əladır və mən özüm də biraz keçmişi yaşadan insanam. Çünki mən evimdə də antik əşya kolleksiyam var. Cənab Aydın xərçəngi olaraq çox sevirəm və o keçmişə bağlı, bayaq dediyim dəyərlərə bağlılıq. Bu mənim üçün çox önəmlidir və ona görə mən Merkuri retrosunu da sevirəm. O gələndə də gətirəcəklərindən narahat deyiləm və sizin Merkuri retrosuna isə aşiq oldum, vuruldum. Çox gözəldir, çox səmimidir və ən önəmlisi insanların həyatına buradan çıxanda, bu stuldan qalxanda nəsə qatmış olacaqsınız. Bu çox önəmlidir. Çox təşəkkür edirəm. Həmişə belə bilgili, həmişə belə dəqiq astroloji proqnozlarla bizim təkcə bürclərdən ibarət olmadığımızı göstərən bilgilərlə həyatımızı gözəlləşdirməyinizi diləyirəm və işlərinizdə uğurlar arzu edirəm. Çox təşəkkür edirəm. Zaten bu verilişin məqsədi də odur. İnsanlara təkcə bizim Günəş bürcümüzdən ibarət olmadığımızı, bizim bir doğum xəritəmiz var və bu doğum xəritəmizdə bizim bütün potensiallarımız, həyat hədəflərimiz, həyatımızla bağlantılı yaşanacaq bütün məqamlar bizim ümumi doğum xəritəmizdə var. Və bir sual da mən verim. Biz astroloji xəritəyə baxıb, analiz etdirib öz həyatımızı, qərarlarımızı dəyişə bilərikmi? Biz astroloji xəritəyə baxıb, analiz etdirib həyatımız barədə yaşanacaqları görə bilirik.
potensiallarımızı görə bilirik, amma biz onu dəyişə bilmirik. Yəni biz həyatımızı və yaşayacaqlarımızı dəyişə bilmərik, amma yaşanacaqlara qarşı hazırlıqlı ola bilərik. Mövqeyə qoya bilərik. Bəli, mən bunu hər zaman bir hava proqnozu ilə müqayisə edirəm, astroloji proqnozu. Necə ki, havaya baxıb, hava üçün bir uyğun gün təyin eləmə, geyinirik və yaxud da planımızı ona görə qururuq. Hər halda havanın şəraitini biz dəyişə bilmirik, amma ona qarşı biz tədarükli oluruq. Eləcə də astroloji xəritəmizdə biz baş verəcək prosesləri öncədən görürük, onu dəyişə bilmirik, amma ona qarşı hazırlıqlı ola bilirik. Pluton gəlir, əyninizi qalın geyin, yandırmasın. Təşəkkür edirəm Nübar xanım, Təşəkkür çox edirəm. xoş idi, çox gözəl bir veriliş oldu. Təşəkkür edirəm sizə. Bürclərlə qalın, həyatın içində astroloji olaraq xoşbəxt olun. İnşallah. Sonda isə əziz izləyicilər, izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti efirdə, növbəti həyatın Merkur retrosunda görüşərik.